Aleyküm. Allahın rəhməti, bərəkəti, məğfirəti, hidayəti, gözəlliyi sizin üzərinizə olsun. Allahu Ekber. Cüməniz mübarək olsun, xeyirli, bərəkətli olsun. Demək, 23-cü söhbətimiz olacaq Allahın izinə. Şəhidimiz Hümbətov Ravil. Allah rəhmət eləsin, Allah məkanı cənnət eləsin. Deməli, dünya haqqında söhbət. Dünya nədir? Dünyada özümüzü necə aparmalıyıq? Dünyalıq bütün o nəfsani istəklərdən necə qurtulmalıyıq? Belə bir söhbətimiz olacaq qısa Allahın izinlə. Deyir, dünya Allahın yaratdığı bir ərlər meydanıdır. Subhanallah. Bu ərlər meydanında ya nəfsinlə mücadilə edəcəksən, ya da Allaha dost olacaqsan. Subhanallah. Müvəqqət və keçicidir. Deyir, müvəqqəti dünyada müvəqqəti işlər görmək lazımdır. Müvəqqəti dünyada əbədi işlər görmək olmaz. Çünki əbədi olan kimdir? Allah subhanahu wa ta'aladır. Ənkəbut surəsi 64-cü ayəsində buyurur ki: "Və mə hazil hayati dunya illa lahu və la'ibu və inna daral axirete." Yəni bu dünya oyun və əyləncədir. Oyun və əyləncədən ibarətdir. Amma axirət həyatı isə əbədidir, sonsuzdur. Allahı görmə dünyasıdır. Subhanallah. Amma belə bir şey də qeyd etmək lazımdır. Qeyd etmək lazımdır ki, bu dünyada İslami çərçivədə Allah subhanahu wa ta'ala necə yaşamaq lazım olduğumuzu bizə Quran-ı Kərimdə bildirir. Elə də yaşamalıyıq. Yəni inzivaya çəkilməyi, mağaraya çəkilməyi, qırağa çəkilməyi olmaz. Allah dostlarının biri nə deyir? Deyir, qəlbim Allahla, bayırım insanlarla. Yəni cəmiyyətdə işə gedib gəlməyim olsun, insanlarla rəftar olsun, bunlar hamısı olacaq. Amma içimizdə bir Allah qorxusu, Allah rəhmi, Allah mərhəməti, Allahın lütfu, Allahın şəfqəti, Allahdan qorxacaq. Subhanallah. Allah bizi bu dünyaya meyl edənlərdən yox, ahirətə meyl edənlərdən etsin. Bu dünyanın o keçici istəklərindən bizi qorusun. Yenə bir gözəl hədisdə, bir duada deyir ki, Allahım deyir, bu dünyanın keçici gözəlliyinə sənə sığınıram. Deməli, qəlbim imanla, dilim zikirlə, həyatımı gözəl, xeyirli əməllərlə bəzə. Allah söhbətimiz faydalı, xeyirli, bərəkətli etsin. Allah sizi daim qorusun.